Ərazi sənətindən, land artdan danışmaq istəyirəm. 20-ci əsrdə sərgilər, qaleriyanın divarları, qapalı məkanlar sənətçiləri sıxmağa başladı. Hər şey onları çərçivəyə salırdı elə bil, məhdudlaşdırırdı. Sənət artıq muzeyin içində yox, təbiətin özündə ifadə edilməli idi. Bu məntiqlə İngiliscə land art, yəni bizim dildə ərazi sənəti deyilən bir anlayış ortaya çıxdı. Ötən əsrin 60-70-ci illərində Amerikada bu istiqamət dəbə mindi. Bu, əndazəni aşan sənayeləşməyə, hər yanı bürüyən göydələnləşməyə, beton binalara qarşı estetik müqavimət idi. Bu istiqaməti özünə rəhbər tutan sənətçilər dedilər ki, sənət artıq əşya, nəsnə deyil, məsələn, tablo deyil, təbiətlə birbaşa qurulan əlaqədir, yaxud əlaqə olmalıdır. Land art əksər 20-ci əsr sənət cərəyanları kimi bir sual ətrafında düşünür. Sənətin sərhədləri harda bitir, harda başlayır? Land artda sənətçinin alətləri, vasitələri artıq təbiətin özüdür. Daşdır, torpaqdır, sudur, küləkdir. Bu cərəyanda sənət həm materialdır, həm də məkandır. Land artın qabaqcılarından biri sənətçi Robert Smithsondur. Onun çox məşhur əsəri 1970-ci ildə Utah gölünün sahilində hazırladığı spiral jettidir, yəni spiral dalğa qıran. Smithson 460 metr uzunluğunda, 4,60 metr genişliyində bir spiral yaradıb. Bunun üçün minlərcə ton daş və torpaqdan istifadə edib. Gölün suları azalanda ortaya çıxan, suları artanda isə çətin görülən qəribə bir sənət əsəri yaradıb. Elə bir sənət əsəri ki, təbiət istəyəndə onu ortaya çıxarır, istəyəndə isə gizlədir. Bu istiqamətin başqa bir məşhur nümayəndəsi Nancy Holtdur. Onun məşhur əsəri isə Günəş tunelləri adlanır. Bu əsər də Utahdadır. 4 böyük silindirdən ibarətdir. Bu tunellər Günəşin ilin konkret vaxtlarındakı çıxması və batmasına görə tam düz xətt üzrə görünür. Yəni, sənət əsəri təbiətin, kosmosun, səmanın, günəşin təqviminə əsasən dəyişir. Sənətçi heykəltaraş Michael Heizer isə daha böyük, azman işlər həyata keçirib. Onun Nevadada iki uçurumu bir-birinə bağlayan, minlərlə ton daşı yonaraq hazırladığı iki negativ adlı əsəri çox məşhurdur. Burada sənət təbiətin içində yoxluq və varlıq arasındakı körpüyə çevrilir. Sənətkar heç nə inşa eləmir, tikmir, nədənsə nəsə yaratmır. Əksinə, bir şeyi sıradan çıxarmaqla, yonmaqla, sökməklə, atmaqla sənət əsəri düzəldir. Əsər qazılan boşluqdadır. Bu, heykəl anlayışını dekonstruksiya edən inqilabi bir aktdır. Land art formal oyun deyil, fəlsəfi üsyandır. İnsanın təbiətə istehlakçı, görməmiş, acıgöz, təkəbbürlü yanaşmasını tənqid edir. Land artın yaradıcıları qalıcılıq yox, ötərilik iddiasındadılar. Külək, yağış, qar əsəri itirməlidir. Onun ancaq fotosu, xəritəsi, video yazısı qala bilər. Yəni demək istəyirlər ki, təbiət özü əsərlə doludur. Biz onu deyəsən ancaq fotosunu çəkəndə başa düşürük, görürük.